Amerika Birləşmiş Ştatlarında qaradərili qadın keçmiş həyat yoldaşının arvadını qaçırıb. People nəşrinin yazdığına görə Floridada yaşayan 52 yaşlı Latrans Battal keçmiş partnyorunun yeni sevgilisinin işlədiyi otelə gedərək həmin xanıma yaxınlaşıb. Daha sonra o, özünü immiqrasiya və gömrük mühafizəsi əməkdaşı kimi təqdim edərək polis ofisindən olan vizit kartını göstərib. Üzərində immiqrasiya və gömrük mühafizəsi yazısı olan gödəkçə və əl radiosu qarşısındakında şübhə oyatmayıb. Bu baxımdan mühacir qadın könüllü şəkildə Latransın arxasınca gedərək maşına əyləşib. Ancaq maşına minən kimi vəkili və əri ilə əlaqə saxlamağa çalışsa da onun əlindən telefonu alınıb. Qaçırılan şəxsə polis ofisinə gedəcəkləri söylənilsə də, şəhərdən kənarda yerləşən evlərdən birinə aparılaraq əsir saxlanılıb. Latrans bu əməlini köhnə ərinin hərəkətlərinin nəticələri kimi qələmə verib. Qadın bir neçə gündən sonra qonşusunun köməkliyi ilə əsirlikdən xilas ola bilib və hadisə barəsində polisə məlumat verib. Ertəsi gün Battal Alabamaya gedərkən yolda həbs olunub.